Sözün əsl mənasında feedimizdəki kontent tıxacı arasında fərqlənməyin necə olduğunu biz artıq forumun ilk çıxışından öyrənmişik. İstədiyimiz auditoriyaya çatmaq üçün digər vacib amillərdən biri isə reklamlardır. Rəqəmsal reklam dünyasının və meta aləminin sehirli çubuğuna sahib olan Sabir Camal bizə data vasitəsilə reklamları necə uğurlu bir şəkildə analiz edərək optimallaşdıra bilərik, bunu göstərəcək. Arzu olunan reklam hədəflərinin arxasındakı amillər hansılardır? Məhz bu suala cavab tapmağımız üçün dəyərli spikerimiz Sabir Camalı alqışlarınızla səhnəyə dəvət edirəm. Rəqiblər gəlmək istəsə badala, əlaqəni itirmək kontaktda qala. Məhsul təcə satış deyil, imzamızdır 2006-da bizim sıramızdır. Şəkər olma sürüklü. Salam millət, necəsiz? Çıxışda fikir verdinizsə, replə girdim. Az repi dinləyənlər var burada aranızda. Alqışlasın az repi. Az repi hər zaman dinləyin, dəstək olun az repə. Həmin trekdə mənim əməkdaşım, birlikdə çalışdığımız Oktay yazıb. O həm də kontaktın əməkdaşıdır. Ona buradan təşəkkürlər edirəm. Bura həqiqətən o qədər həyəcanlıdır. Belə çox möhtəşəm görsənirsiniz. Çıxışımda sizə bir əminlik vermək istəyirəm. Sizə əmin edirəm ki, buradan əli boş getməyəsiniz. Sizi həm bilik cəhətdən göndərəcəm, həm beyninizdə çoxlu sualları olacaq. Mən digitala başlamalıyam, başlamamalıyam. Həm də hədiyyələrlə yola salacağam sizi. Qısa özümü təqdim edeyim. Məni uzaqdan tanıyan insanlar daha çox, hətta telefonlarına da elə seyv eləyirlər. Facebookda telefon, mənşət texnikası satan qaqaş kimi tanıyırlar. Bu sahəni, sosial medianı, digitalı öyrənmək istəyənlər məni daha çox Gestapo müəllim kimi tanıyırlar ki, aralarınızda əyləşib onlar bilir. Bircə atama, anama izah edə bilmirəm ki, mən nə iş görürəm. Onlar da məni Facebookda reklamşik kimi tanıyırlar. Hətta bir dəfə karyeramın hardasa 2-ci, 3-cü illəri idi. Atam məni belə otuzdurdu qarşısında. Bilirsiniz də, bayaqları sizə keysimi danışdım ki, atam məni polis eləmək istirdi. Oturdu qarşımda, dedi ki, abala, bu başını burax, bu dijitalın. Gəl səni dövlət qurumlarının birində işə düzəldək. Normal, stabil maaşın olsun. Amma yaxşı ki, qəbul eləməmişəm. Çünki bugün sosial medianın şotuna, dijitalın hesabına mən artıq evdə almışam, maşında almışam. Şükür Allaha müəyyən bir gəlirim də var və bunun hər birini sizə də arzu edirəm. İnşallah siz gənclər də bir neçə ildən sonra bunların hamısını bir-bir qazanarsınız sosial media hesabına. Rəsmi olaraq özümü tanıtsam, mən aparıcı şirkətlərdən biri olan Kontaktda rəqəmsal şöbənin rəhbəri olaraq çalışıram hal-hazırda. 6 ildir ki, bu komandadayam. Mən heç vaxt düşünə bilməzdim ki, mən bir yerdə 6 il qalaram, açığı. Amma komanda o qədər möhtəşəmdir, o qədər belə sinerjisi, enerjisi çox yaxşıdır ki, artıq 6 il ki, burada fəaliyyət göstərirəm. Və indi keçək əsas məsələmizə. Mən sizə bugün nə göstərəcəm, nə öyrədəcəm. Hər batına klikləyən dijitalçı olmur. Bunu tələbələr çox yaxşı bilir, tez-tez səsləndirdiyim bir məsələdir. Niyə bunu belə deyirəm mən? Siz marketinqi öyrənmək istəyirsinizsə, əvvəlcə auditoriyanız kimdir, audiensiniz kimdir, onları bilməlisiniz. Əgər siz onları tanıyırsınızsa, deməli artıq dijital üçün bir addım atmışsınız. Bəs o auditoriya neçə yerə bölünür? Bunlardan danışacağım. 3 auditoriya tipimiz var. Core audience, custom audience və lookalike audience. Bilmək istəyirəm ki,
kontaktdan ümumiyyətlə indiyənə qədər heç nə almayan varsa alqışlasın. Bax, siz bizlər üçün, kontakt üçün core audience sayılırsınız. Yəni, bir dəfə də olsun, mağazamıza gəlməmsiniz, saytımıza girməmsiniz, bizə bir dəfə də olsun toxunmamsınız. Bu səbəbdən siz bizim core audiensimizsiniz və yaxın zamanda sizə satış eləyəcəyik. Digər isə custom audienslər. Bəs kontaktdan indiyənə qədər alış-veriş eləyənlər varsa alqışlasın. Əla, əla, əla. Demək ki, %80% satmışıq. Siz isə bizim custom audiensimiz sayılırsınız. Çünki mağazamıza gəlmişsiniz, web-saytımıza girmişsiniz və alış-veriş eləmişsiniz bizdən. Bu səbəbdən. Bir də geriyə qalır look like audience. O isə sizə 80% satdığımız auditoriyaya metada, yəni digitalda oxşayan başqa bir auditoriya var. Hansı ki, onların dostu da ola bilər, qohumları da ola bilər. Look like meta bizə şərait yaradır ki, o look like audience-ə də kampaniyalar göstərək. Bu digitalçılar üçün önəmli olan bir auditoriyadır. Bəs core audience-in ümumiyyətlə üstünlükləri nədən ibarətdir? Üstünlüyü ondan ibarətdir ki, siz burada tanımadığınız insanlara, mən artıq bayaq test eləyəndə bildim ki, bizim auditoriya burada gənclərdir. Gedən kimi reklam qoyuruq, Orxan, 18-25 yaş, gənclər, sosial media istifadə edənlər və sizə satış eləməyə çalışacaq. Yaş, cinsiyyət, sosial mediada axtardığı keywordlər, bəyəndiyi səhifələr, izlədiyi səhifələr və check-in eləyənlər. Geriyə qalır bir tək, bu dediklərimin hamısını sosial mediada rahatlıqla həmin auditoriyaya çıxa bilirik. Bu, mənə görə metanın ən bəsit hissəsidir. Amma metanın bir hissəsi də var, yəni core audience-də location, yəni coğrafi hədəfləmə. Coğrafi hədəfləmədə biz ölkəni hədəfləyə bilirik, şəhəri hədəfləyə bilirik, küçəni hədəfləyə bilirik. Bəs, yaxşı, mən deyəlim pizza satıram və yaxud olsun bahalı məhsul satıram. Mən bilirəm ki, mənim auditoriyam Port Bakuda yaşayanlardır, Port Bakuda işləyənlərdir. Bəs mən sadəcə Port Bakunu hədəfləyə bilərəmmi meta vasitəsilə? Yes, bilərəm. Bilənlər var artıq aranızda. Əla. Caspian Plaza, deyəlim pizza satıram, Caspian Plaza'da işləyənlərə mən reklam kampaniyası göstərmək istəyirəm, amma istəyirəm ki, sadəcə Caspian Plaza görsün. Meta bizə imkan verir ki, biz pin olan yerə, məsələn, bu binanı pinləsək, Caspian Plaza'nı pinləsək, 1 kilometr radiusla, minimum budur, 1 kilometr. Bu 1 kilometr radiusda çox böyük bir ərazini təşkil edir. Məsələn, Caspian Plaza'nın birbaşa gedib çıxacaq 20 yanvardakı Bravo tərəfə, birbaşa da gedib çıxacaq Azdrama tərəfə. Amma o Bravo, Azdrama tərəflər bizə lazım deyil axı. Biz necə eləyək ki, sadəcə Caspian Plaza'nın özünə hədəfləyək? Burada meta bizə belə bir şərait yaradır. Siz pini, drop pini götürüb Caspian Plaza'nın üzərinə atırsınız. Bir dənəsini atdıq. Daha sonra onun ətrafına exclude olunmuş zonalar atırıq. Dediyim kimi, bu exclude'lar niyə lazımdır? Çünki o Bravo tərəfdir, Azdrama tərəfdir, onlara reklam göstərməyək, boşu-boşuna pul xərcləməyək deyədir. Okey? Və beləliklə biz onları exclude elədiyimiz halda sadəcə Caspian Plaza'nı hədəfləyirik və pizzalarımızı orada işləyənlərə sata bilirik. Keçək ikinci auditoriyamıza, custom audiencelər. Hansı ki, daha əvvəl bizə toxunublar, daha əvvəl bizdən alış-veriş ediblər, mağazamıza gəliblər. Metanın gözündə bu iki mənbədən ibarətdir. Birinci mənbə deyir ki, sənin mənə verdiyin data, yəni your source. Burada isə hamısı haqqında danışmayacağım, sadəcə iki nüans haqqında danışacağım. Birinci ən önəmli olan web-saytdır, ikincisi isə customer listi. Web-sayt yəni ondan ibarətdir ki, əgər userlər bizim web-saytımıza daxil olubsa, orada hər hansı bir action eləyiblərsə, ya səbətə əlavə ediblər, ya ümumiyyətlə məhsulu alıblarsa,
biz onların hamısını yenidən hədəfləyə bilirik. Onlara yenidən satış eləyə bilərik. Meta vasitəsilə, yəni Facebook, Instagram vasitəsilə. Digər əsas mövzu isə customer listi. Məsələn, siz deyirsiniz ki, mən neyniyim ki, mənim onlaynda yoxam, web saytım yoxdur. Amma mən istəyirəm ki, Facebookda mağazamdan alış-veriş edən insanları yenidən hədəfləyim. Burada customer list bizim köməyimizə çatır. Yəni sən əvvəlcədən səndən alış-veriş edən insanların nömrə datasını almısansa, burada ən önəmli faktor nömrə datasıdır uşaqlar. Siz onlardan mütləq şəkildə ağzı nömrəsini almalısınız. Ad, soyad, yaşadığı ərazi falan bunlar sonraki hissələrdir. Ən önəmlisi nömrədir. Aldınız, sonra yükləyirik Metaya və onları yenidən hədəfləyirik. Əmin olun ki, əgər bir dəfə sizdən alıb və yaxşı təcrübə qazanıbsa, o yenidən sizə gələcək həmin müştəri. Digər isə Meta'nın verdiyi sourcelardır. Burada da iki əsas mənbədən danışacağım sizə. Bunlar hansıdır? Birincisi Facebook, ikincisi Instagram səhifələrimiz. Hansı ki, Azərbaycan şirkətləri daha çox fokuslanırlar buradakı auditoriyaya. Orada nədən ibarətdir məsələ? Facebook'a gəldi userimiz. Səhifəmizə daxil olur. Səhifəmizə daxil olandan sonra posta like, comment, share və ya mesaj yazır. Əgər onlar bir dəfədə olsun bizə toxunublarsa, deməli onlar bizim auditoriyamızdır, potensial müştərimizdir və biz onları yenidən hədəfləyə bilirik. Keçək növbəti slayda. Bəs, yaxşı, əlavə mən yeni auditoriya qazanmaq istəyirəm, amma buna da büdcə xərcləmək istəmirəm deyirsənsə, onda mütləq şəkildə sən Metada Lookalike Audience-dən istifadə eləməlisən. Çünki Lookalike Audience sizə əlinizdə olan potensial müştəridən əlavə ekstra bir müştəri verir. Biz kontakt olaraq bunu necə yoxladıq? Lookalike Audience-i necə elədik ki, istifadə olundu? 2021-ci ildə bizə bir tapşırıq gəldi ki, rəhbərimiz tərəfindən, Nərminə xanım tərəfindən, bəs Gürcistan bazarına giririk və sənə şərtin budur ki, orada potensial müştəriyə çatmalısan birbaşa. Artıq core audience-dən söhbət gedə bilməz. Core audience nə idi? Yaşa görə, cinsiyyətə görə, interestlərə görə hədəfləmə. Biz fikirləşdik ki, komanda olaraq nə edə bilərik burada və birdən bir yaşıl işıq yandı. Aha, Metada axı Lookalike Audience var. Lookalike Audience bizə bilirsiniz hansı imkanı verir? Kontakt köklü bir şirkətdir və datası var artıq. Onun müəyyən bir illər ərzində data toplanıb. Biz kimlərin bizdən alış-veriş elədiyini bilirik. Azərbaycanda bizdən alış-veriş edən insanların datasını Meta ilə bölüşdük və Metaya dedik ki, bu auditoriyaya oxşayan auditoriyanı Gürcüstanda ver bizə. Okay? Və beləliklə Meta bunu elədi. Biz Gürcüstan bazarına elektronika ilə maraqlanan insanlara çıxdıq. Direkt potensial müştərilərə. Bəs Lookalike'ın bizə verdiyi digər imkanlar nədən ibarətdir? Bu sizə dediyim kimi arzuluyuruq, hər birimiz arzuluyuruq ki, ay Allah bu müştəridən biraz da ver. Daha çox qazanım. Hər bir biznesin, hər bir digitalçının içində olan o bir istəkdir. Lookalike Audience bizə deyir ki, orada bizə bir qısıtlama deyək. Qısıtlama kimi bir şeydir. Deyir ki, sən mənə mənbəni verdin. Alış-veriş edənlərin datasını ötürdüm Metaya. Meta deyir ki, mən onlara birəbir oxşayan auditoriyanın sadəcə 0-1% arası. Baxın, orada göründüyü kimi. O auditoriya sizin auditoriyaya birəbir oxşuyur. Amma faiz nisbəti 10%-ə qədər qalxdıqca auditoriyanın oxşarlıq faizi artıq aşağı düşür. Yəni, faiz nisbəti artır, oxşarlıq nisbəti aşağı düşür. Ona görə mənim sizə məsləhətim budur ki, bu tip auditoriyaları yaradanda 0,1 və 0,2% arası sizin üçün ən önəmli auditoriyadır. Hətta onlara customer auditoriyada demək olar. Amma 2-dən yuxarı olanlar artıq bilmirsən, səndən alar yoxsa almaz.
Ona görə mütləq şəkildə onları yoxlamaq lazımdır. Bəs yaxşı, bu auditoriyaları biz hardan bilək ki, bizim üçün ən effektiv 3 tip saydıq? Hansı bizim üçün önəmli auditoriya tipidir? Bunun üçünsə A/B test eləməliyik. Mütləq şəkildə digitalçılar hər bir işi, hər bir kampaniyanı əvvəlcədən A/B test eləməlidir. Yoxlamalıdır ki, hansı format mənə uyğundur, hansı platforma mənə uyğundur. Bu tip A/B testlər eləyəndən sonra daha böyük bir kommunikasiyaya keçməlidir. Bu şəkildə gördüyünüzdə Azərbaycanın ilk A/B testidir. Məşədibat deyir ki, papağı belə qoysam daha yaxşı olar, yoxsa belə qoysam daha yaxşı olar. İndi istəyirəm ki, sizlə praktiki olaraq bir A/B test eləyək. Bizdə belə bir sual yaranmışdı. Bizim 3 aparıcımız var, Əminə, Əkbər və Şəfəq. Biz bilmək istəyirik ki, görəsən bu aparıcılar hansı kateqoriyada daha çox satış eləyər, daha effektiv olar? Bunu test eləmişik. İndi sizə onların videosunu izlədəcəm. Və alqışlarla sizdən istəyəcəm ki, siz deyəsiniz ki, hansının təqdimatından mən alış eləyərəm, smartfonlardan telefon alaram kateqoriyadan. Smartfonunu yeniləmək üçün xüsusi endirimlərdən yararlan. Həmin endirimli qiyməti də 18 aydək böl, faizsiz rahat-rahat ödə. Əldə etmək üçün sadəcə linkə kliklə. Smartfonunu yeniləmək üçün xüsusi endirimlərdən yararlan. Həmin endirimli qiyməti də 18 aydək böl, faizsiz rahat-rahat ödə. Bunun üçün sadəcə linkə kliklə. Smartfonunu yeniləmək üçün xüsusi endirimlərdən yararlan. Həmin endirimli qiyməti 18 aydək böl, faizsiz rahat-rahat ödə. Bunun üçün sadəcə linkə kliklə. İndi Əminədən alaram deyənlər alqışlasın. Okey. Əkbərdən alaram deyənlər. Şəfəqdən alaram deyənlər. Demək ki, bizim A/B testimizin nəticəsi doğrudur. Və Əkbər həqiqətən də realda da digər aparıcılardan daha çox satdı. Digər bir kateqoriyanı A/B test eləyək. Eləyək. Linkə keç, istədiyin notebooku seç. Nağd-alışda xüsusi endirimli al. Həmin endirimli qiyməti 18 ayadək böl, faizsiz rahat-rahat ödə. Həmin dediklərim hamısı bir linkdə. Linkə keç, istədiyin notebooku seç. Nağd alışda xüsusi endirimlə əldə et. Həmin endirimli qiyməti isə 18 aydək faizsiz rahat-rahat ödə. Dediklərimin hamısı sadəcə bir linkdə. Linkə keç, istədiyin notebooku seç. Nağd alışda xüsusi endirimli al. Həmin endirimli qiyməti 18 aydək böl, faizsiz rahat-rahat ödə. Dediklərimin hamısı sadəcə bir linkdə. Əminədən alaram deyənlər. Əkbərdən alaram deyənlər. Bəs Şəfəqdən alaram deyənlər. Nəticə. Satış elədiyimiz auditoriya sizin kimi düşünmür. Yaxşı, sonuncu bir dənə də praktis eləyək. Bu dəfə TV kateqoriyası olsun. Televizoru kimdən alarsınız? Uzaqdan baxma, istədiyin televizoru xüsusi endirimlə əldə et. Həmin endirimli qiyməti 18 aydək böl, faizsiz rahat-rahat ödə. Sadəcə bir kliklə sayta keç. Uzaqdan baxma, istədiyin televizoru xüsusi endirimlə əldə et. Həmin endirimli qiyməti də 18 aydək böl, faizsiz rahat-rahat ödə. Sadəcə bir kliklə sayta keç. Uzaqdan baxma, istədiyin televizoru xüsusi endirimli al. Həmin endirimli qiyməti 18 aydək böl, faizsiz rahat-rahat ödə. Sadəcə bir kliklə sayta keç. Əminədən alaram deyənlər. Əkbərdən alaram deyənlər. Şəfəqdən alaram. Qəşəng. Burada da üst-üstə düşdü. Həqiqətən də biz düzgün auditoriyaya çıxıb, düzgün kateqoriyanı, düzgün aparıcı ilə satış eləyə bildik. Bəs bu A/B test bizə harda lazım olur? Əsas məsələ hər bir biznes üçün önəmli olan puldur. A/B testləri ona görə eləyirik ki, bizim artıq xərclərimiz çıxmasın. Okay? Hətta 2019-cu, 2020-ci ildə bir dəfə yenə bir tapşırığımız var idi ki, biz billboardlara
ağ fonda çıxmalıyıq, yoxsa qırmızı fonda çıxmalıyıq? Bunu belə test elədik ki, sosial mediada ağ fona daha çox maraq göstərəcək insanlar, yoxsa qırmızı fona? Və orada qalib gələn ağ fon olmuşdu. Bu sizə bilirik ki, billboardların qiyməti çox bahadır. Amma eybi test eləyərək, $100, $200 xərcləyərək siz əvvəlcədən nəticələri əldə edirsiniz və bilirsiniz ki, aşağı-yuxarı effektiniz necə olacaq. Yəni, bu pulun daha səmərəli xərclənməsinə sərf olunur. Digər tərəfdən, bir çox marketoloqlar deyir ki, məsəl üçün, mənə görə məncə ağ fon, məncə bu targetə çıxmalıyıq, məncə filan şey eləməliyik. Eybi test deyir ki, səncə, məncə söhbəti yoxdur burada. Burada data danışmalıdır. Yəni, hansı daha çox data əldə edibsən, hansına daha çox maraq varsa, onunla da kommunikasiyaya çıxmalısan. Bəs nələri biz eybi test edə bilərik? Fərqli hədəf kütlələri eybi test edə bilərik. Fərqli vizualları eybi test edə bilərik. Fərqli tekstləri, bu həm də fotonun üzərində olan tekstlər ola bilər. Yəni, nə demək istəyirəm? iPhone-u kreditlə də göstərirsən, nağd qiymətlə də göstərirsən. Baxaq görə insanlar daha çox hansına action eləyəcəklər. Və fərqli formatlar, mən satışı fotoda daha yaxşı eləyirəm, yoxsa videoda daha yaxşı eləyirəm. Fərqli platformalar, Instagram daha effektiv olur mənim satışıma, yoxsa Facebook. Ən çox mənə sual gələn bölüm. İnfluencerlərin necə analiz edək? Çox müraciətlər alıram ki, mən öz şirkətim üçün hansı influencerlə işləməliyəm? Bunun üçün əzizlərim, ilk növbədə siz biznesinizi çox yaxşı tanıyırsınız deyə bir top 5-lik, top 10-luq təyin eləməlisiniz ki, bu top 5-liyin içərisindən mən ən çox kimdən işləməliyəm? O sualın cavabı üçün bizim dijitalda bir düsturumuz var ki, o düstur hamıya açıqdır. Yəni, sadəcə dijitalçılar bilmir onu. Hamımız onu istifadə edə bilərik. Mən sizin üçün 4 influencer seçmişəm. Siz biznesinizi bu 4 influencerdən hansıyla tanıtmaq istəyirsiniz? Yüzbəyov deyənlər, Talih Yüzbəyov deyənlər, Əlixan deyənlər, Nəcibə deyənlər, Nəcibən ancaq xanımlar tanıyır deyəsən. Öz biznesin. Gəl elektronika üzərindən gedək. Olsun, elektronika üzərindən gedirik. Bəs Yüzbəyova deyənlər yoxdur. Mən indi sizə bir düstur verəcəm. O düstur vasitəsilə istədiyiniz influencerin engagement rate'ini, yəni effektivliyini, öz auditoriyasına görə effektivliyini hesablaya biləsiniz. Məsələn, götürək Nəcibəni, sadəcə bir influencerin üzərindən nümunə verəcəm. Digərlərini artıq kim istəsə özü hesablayar. Əvvəlcə girirsiniz onun Reels bölməsinə. Bu arada influencerlərlə çalışın, daha çox Reelslər üzərindən işləyin. Çünki Reelslər tez kəşfiyyətə düşür və daha çox insana görünür. Nəcbənin 5 mart ayında paylaşdığı 5 Reels'i götürürsünüz. O 5 Reels'in aşağıda impression sayı və ya view sayı görünür. Onları götürüb cəmləyirsiniz. Okeydir bura qədər hər şey. Sonra hər bir Reels'in içərisinə girib onların like sayını, comment sayını və share sayını toplayırsınız. Və düsturumuz belə olur. Bəyənmə, üstə gəlinsin rəy sayı, üstə gəlinsin paylaşım, bölünsün görüldüyü insan sayına, yəni impression və ya view-ya. Bunu da faiz etibarı ilə göstərməliyik deyə engagement rate sayılır bu. Və sonda Nəcbənin engagement rate-ini hesablayası olsaq 4.78-dir. İndi gəlin az əvvəl alqışladınız ki, kimlərlə işləmək istəyirsiniz? Siyahıya baxaq. Talih Yüzbəyov, sonra Əlixan, sonra Nəcibə, sonra... Yəni, tam da sizin seçdiyiniz kimi oldu məsələn.
Bu hissəyə keçməmişdən qabaq sizə söz vermişdim ki, hədiyyələrim olacaq. Amma biraz da səbr eləyin. Artıq çıxışımın sonudur. Bura. Artıq çıxışımın sonudur və mən sizə kiçik bir dibi görmə, risk eləmə hekayəsi danışmaq istəyirəm. Öz praktikamda yaşadığım, yəni ətrafımda olan bir insanın. Mənim bir dostum var. Mən ondan həm psixoloji, həm dini, həm belə mənəvi cəhətdən çox rahat söhbətlər eləyə bilirəm. O həm də mənim xalam oğludur. Adı da Bayramdır. Bayram universiteti bitirdikdən sonra, o da hətta yüksək balla daxil olmuşdu. Bu, yəni demək olar ki, nəsildə ən yüksək bal toplayan insandır o. Amma Bayramın karyera cəhətdən şansı elə də gətirmədi. O, universiteti bitirdikdən sonra fərqli sferalarda yoxladı özünü, amma sonda nə gəldi? Çilingər işləyirdi. Mən dostumun, xalam oğlunun çilingər işlədiyini biləndə belə şok keçirdim. Onun kimi insan necə ola bilər ki, getsin çilingər işləsin? Getdim söhbət eləmək ki, ay Bayram, sən kəlləli adamsan, əsl rəqəmsal adamsan, gəl biz tərəfə, dijitalçı ol. Amma Bayramın ailə vəziyyəti, o həm də ailəlidir və 2 uşağı var. Bayramın ailə vəziyyəti buna imkan vermirdi ki, Bayram birdən-birə risk eləsin. Nəhayət 2021-ci ildə o öz maşınını satdı, həm müəyyən bir müddət ailəsini dolandırdı və digər məbləğlə də özünə yatırım elədi. Kod Akademiyaya getdi, orada kurs keçdi, fərqli insanlardan dəstək aldı, kurs aldı, onlaynda öyrəndi və Bayram indi 4 ildir ki, dijitaldadır və o bilirsiniz harada işləyir? Azalda aparıcı rəqəmsal marketinq üzrə aparıcı mütəxəssisdir. Mən buradan Bayram və Bayram kimi insanları alqışlayıram və ümid eləyirəm ki, bu hekayəni danışmaqda məqsədim odur ki, əziz gənclər, hər birimizin həyatında baş verir, risk eləməkdən qəti qorxmayın. Valideynlərin karyeranızla bağlı verdiyi qərarlara qəti qulaq asmayın, yönləndirməyə, ürəyiniz nə istəyirsə onu da eləyin. Çıxışımı dinlədiyiniz üçün təşəkkür edirəm, ümid edirəm ki, faydalı oldum. Minnətdaram hər birinizə. Və indi gələk əsas məsələyə. Görək qaliblər kimlər oldu? Salam Səma. Səma Ağayeva. Adamı tanınmaqdan Buradadır. Bizdən belə bir sevindirən kartlar əldə elədim. Bütün gələcək həyatında uğurlar. Və onu təqdim edən Urfan Orucov idi. Urfan bizim Kontaktın ümumiyyətlə video çarxlarını, reklam kampaniyalarını bəyənirsiniz. Təşəkkürlər. Urfana təşəkkürlər. Növbəti qalibimizə keçək, amma auditoriyada yoxdur deyə yenidən seçim eləyərik. Əziz Səma, səni təbrik edirəm. Bu tədbirdən təkcə iştirakla və bol məlumatla yox, həm də hədiyyə kartı ilə ayrılırsan. Kontaktdan 100 manatlıq hədiyyə kartı sənin. Təbrik edirəm. Təqdim elədi Vəfa Rüstəmova, kommunikasiyalar üzrə menecerimizi. Səma Abbasova buradadır. Səma Ağazadə. Səma Ağazadə kimdir? Sizsiz. Təbrik edirəm. Birazdan hacıya yaxınlaşarsınız və kartınızı götürərsiniz. Digərinə baxaq, amma burada bir müşkül var. Əziz Könül, sən bu tədbirdən yalnız faydalı məlumatlarla deyil, həmçinin kontaktdan 100 manatlıq sevindirən kartla da ayrılırsan. Əla, Könüllü də təbrik edirəm, amma Könül, bilirsiniz hansı Könüldür? Aparıcımız Könüldür. Bəxt onun üzünə güldü, amma
Biz belə qərara gəldik ki, bunu dəyişək. Komandamızdan olmasın qalib. Aranızdan bir nəfər olacaq. Bunun üçün mən indi seçim eləmək istəyirəm. Əgər siz də istəyirsinizsə. Gəlin bir yerdə seçimimizi eləyək və hədiyyələri də ya Hacıya ya da mənə yaxınlaşın, zəhmət olmasa. Bir yerdə etdik. Hə. İki qalib seçməliyik, düzdür? Əlizadə İsmail. Burada da Əlizadə İsmail. Deyil. Deyil. Bir də. Ülker Bağırova. Çox şanssız insanlar imiş. Yaxşı, bir də. Səyyar İbrahimova. Səyyar İbrahimova. Burada belə yazılıb. Hə, məncə də, amma məndə olan list budur. Səyyarə İbrahimova, təbrik eləyirəm sizi. Bir iştirakçımızı da seçək, bir qalibimizi də seçək. Vasif Bayramov. Orada. Əla, təbrik edirəm Vasif. Məncə sual bölümündə bir yerdə cavablayarıq spikerlərlə. Məni dinlədiyiniz üçün təşəkkür edirəm hər birinizə. Sağ olun.